Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində gözəl təmirə malik, gözəl həyətə malik həyət evimizi sizlərə təqdim edirik. 1,5 sotda əsas prospekt yolu yaxın, yaşayışda sıx yaşayışa malik olan məhəllələrdə, ərazilərdə yerləşir. 1,5 sotda torpaq sahəsinin çıxarışı qubçası var, xüsusi mülkiyyət, darvazası ayrı, əl qapısı ayrı, mərkəzi kanalizasiya, qazı, suyu, işığı və sayğacları mövcuddur. 2 mərtəbəli evdir, 4 otaqdan ibarətdir. Birinci mərtəbədə böyük salon, mətbəx, sanitar qovşaq, ikinci mərtəbədə isə 3 yataq otağı və sanitar qovşaq yerləşir. Girişləri ayrı-ayrıdır. 2 ailə rahatlıqla yaşaya bilər. Həyətində görürsünüz, divarlarında bax bu cür ev sahibi gözəl əl işləmələri, mozaika yaradıb. Kombi sistemi birinci mərtəbə ümumilikdə döşəmədən isitmədir. Kollektiv sistemi görürsünüz. Kombi burada yerləşəcək. Qaz xətti kombiyə evə qədər çəkilib. Evin içə daxil olaq. Birinci mərtəbə ümumiyyətlə döşəmədən isitmədir. Giriş isə böyük mətbəx görürsünüz. Qaz xətti çəkilib. Hazır vəziyyətdə. Qiymət, hörmətli izləyicilərimiz, 94.000 manat. Bu qiymətə Masazırda ev yoxdur, tapa bilmərsiniz. 2 mərtəbə ev. Bu isə evin salon hissəsi. Böyük formada döşəmədən isitməli, pəncərələri öz həyətinə baxır. Sağdan, soldan super divar kağızlarımız, ürək açan zövqlü tonlardan istifadə olunub divar kağızlarında. Sanitar qovşaq hissəmiz birinci mərtəbədə yerləşən. İndi isə ikinci mərtəbəyə qalxaq. Buradan hörmətli izləyicilərimiz ikinci mərtəbəyə qalxırıq. 2 ailə də rahatlıqla yaşaya bilər. Torpaq sahəsinin çıxarışı var, xüsusi mülkiyyət. Bu da həyətin görünüşü, bu da məhəllənin görünüşü. İkinci mərtəbədə, birinci mərtəbə arası monolit beton və döşəməsi laminat, super qapı, super təmir. Burada kladovka şkaf üçün, paltar şkaf üçün yer ayrılıb. Giriş hissəmiz 3 yataq otağı yerləşir. Ümumiyyətlə evimiz 120-130 kvadrat yaşayış sahəsindən ibarətdir. Bu bir yataq otağımız. Hər bir otaqla fərqli tonda, fərqli divar kağızları mövcud. Bu isə böyük 18 kvadratlıq digər bir yataq otağımız. Hər bir otağın pəncərəsi var. İşıq düşən, gün düşən görürsünüz pəncərəsi var. Heç bir qonşu bir evi narahat eləmir. Bu da 16 kvadratlıq digər bir yataq otağımız. Super. 2